Salam, sabah xeyir olsun dostlar, əziz izləyicilər. Sabah işə getməmişdən qabaq dedim bir cəhətləri baş çəkim. Dünən heyvanlara həftədə 2 dəfə olduğu kimi alma sirkəsi qoyurdum. Özlərinin bez mikrobları təmizlənsin, necə deyərlər. Dostlar, məndə bu can fərəsinin gözü narahat idi. Onun gözünə mən demək tetraskilin mazı vurdum, 2-3 gün düzəldi. Təzədən yenə gözündə nəsə problem yaranıb, gözü sulanır. Ona nə məsləhət görərsiniz? Nə vurum gözünə və yaxud da tabletka zadatdırım, bərpa olsun. Burada bizim sprite'larımız var, yaponkalarımız var. Bir dənə yerli yaponkadır. Bu 5-6 il olar bizdədir, qapıda da. Qabaq yaponka çox saxlayırdıq. O vaxtdan qalıb. Xoruz nəsə çox cırdı. Xoruzu təzə et alıb atmışıq bura. Necə xoşuma gəlmir. Fərələr yaxşıdır. Xoruz nəsə bir təriyə bir qarışıqdır. Bəzən göyərçinləri atam tezdən durub yedizdirir. Yemədilər. Bunlar uçurdaq, vəz qənətləri açılsın. Ağ qənət fərə qalxdı. Necə də atam bunları yaxşı yedizdirib uçmaq istəmirlər.